Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub. Dövlət başçısına kənddə icra olunan işlər barədə məlumat verilib. Qeyd olunub ki, kənddə 177 fərdi ev mövcuddur. Onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə 48 nəfər qayıdıb. Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib. Yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa su nasosu istifadəyə verilib. Ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subarteziyan quyusu təmir olunub. 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb. Sonra Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin evinə baş çəkib. Dövlətimizin başçısı ailənin yaşayış şəraiti ilə maraqlanıb. Ailə başçısı Verdi Abdullayev söhbət zamanı keçmiş məcburi köçkünlük həyatından, işğal dövründə dağıdılmış infrastrukturdan söz açıb. Prezident İlham Əliyev keçmişin ağrılı günlərinin geridə qaldığını, artıq Ağdərədə əbədi və təhlükəsiz yaşayışın təmin edildiyini vurğulayıb. Ailə üzvlərini yeni evlərinə köçmələri münasibətilə bir daha təbrik edib.